395 Roma İmperiyasının parçalanması Parçalama. nəticəsində. Bizansın paytaxtı Konstantinopol. Konstantinopolu necə adlandırırdılar? Qızıl Çörpü. Bizansın özünü necə adlandırırdılar Avropada? Şəhərlər ölkəsi. Bizansın qızıl dövrü kimin dövrüdür? Justinian dövrü. Neçənci illərdə 527 hakimiyyətdə o? 535. Justinianın qızıl dövrünün rəmzi hansı tikdirdiyi hansı məbəddir? Sofya məbədi. 532, 532 537. 37-də 5 il ərzində tikilib. Bu Ayasofya. Justinian hansı dövlətlə müharibə aparıb və sonda sülh bağlayıb? Sasanilərlə. Neçənci ildə sülh bağlayıb? 532-də. Biz Justinian hazırladığı qanunlar toplusu necə adlanırdı? Justinian məcəlləsi idi. Justinian məcəlləsinin əsas prinsipi nə idi? Prinsipi elə bir ki, Qanun alidir. Yəni müqəddəs. Bərabər. Hamı qanun qarşısında bərabərdir. Justiniana qarşı üsyanlar baş vermişdi ölkədə. Üsyanların başlanma səbəbi nə idi? Deməli, Nə üçün üsyanlar baş verdi buna qarşı? adı nədir? Bir, quldarlığı möhkəmləndirmək istəyirdi. Bir də Bir də Roma bərpa etmək istəyirdi. Roma vergi Roma. sistemini. Vergi. Sistemini bərpa etmək istəməsi. Öz işğallarına hardan başlayıb? Şimali Afrikada. Hansı dövlət orada süqut uğradıb? Vandalları. Başqa hansı ərazilərdə uğurlu müharibə aparıb? İtaliyada Oskotları, Bir də İspaniyada Beskotlarla, bəli. İspaniyada da uğurlu müharibə aparıb. Justinianın dövründə Bizansda hansı xalq məskunlaşdı? Slavyan Türk. Slavyanların məskunlaşmasının nəticəsi nə oldu? Quldarlıq quruluşu dağıldı, feodalizm yarandı. Bizansın son geri qaytardığı ortancı əsrin ortalarında, bəli. Bizansın son geri qaytardığı ərazilər neçənci əsrdə ərazi geri qaytarıb, hansı əraziləri? 10-cu əsrdə yuxarı Mesopotamiya, Kirit, Kipr, bir də Suriya. Suriyanın ərazisi. Suriyanın bir hissəsi, bəli. Səlcuqlar Bizansını nə vaxt məğlub ediblər? 1071 Malazgirt döyüşü. 11-ci əsrdə döyüşdürülüb. Osmanlılarla Bizansın mübarizəsi nə vaxtdır? 14-15-ci əsrlər. Süqutu nə vaxtdır? 1453. Hansı Osmanlı sultanı? Fatih İkinci Mehmet. Mehmet, bəli.